çıxsa bu çıxışdan, çünki sizin də müəyyən təsəvvürünüz var. Onun bahisə doğuran şəxsə də söz verilecək. Mən qorxuram ki, bu 5 dəqiqə uzun çəkə 1 saat. Yox, 5 dəqiqə başım var da. Bilirlər ki, biz məsələn, Yox, mən bilirəm ama. Necə elə, bəlkə aradan sonra... Bir dəqiqə. Moskvada olan bu iqtisadi, siyasi problemlər haqqında Azəri cəmiyyətinin, Moskva Azəri cəmiyyətinin sədri Eldar müəllim Talışov danışdı. Ümumiyyətcə, mən istədiyim sözlərin 99%-ni Eldar müəllim sizə çatdırdı. Ümumiyyətcə, bizim Moskvada belə sıx əlaqəmiz olan cəmiyyətlərdən biri, ya bircə dənə cəmiyyət varsa, o da ki, Moskva Azəri cəmiyyəti. Mən öz çıxışımı ümumiyyətcə cəmiyyətlərin fəaliyyətini ümumi filosofi nəzərdən, mövqeydən izah etmək istəyirəm və bu mövqey dairəsində cəmiyyətimizin fəaliyyətindən bir balaca sizə danışmaq istəyirəm. Mənim çıxışım rus dilindədir, nəyə görə bizim qəzetimiz müəyyən məsələlərə görə rus dilində çap olunur və mən çıxışımı qəzet üçün də hazırlamışam, ona görə rus dilində sizə oxumaq istəyirəm. Начавшись в стране демократические процессы создали новые общественные органы самоуправления, такие как фонд культуры, национальный фонд общества. Посредством их каждый человек имеет возможность принять участие в возрождении и развитии культурных традиций своего народа, познать свои культурно-исторические корни, раскрыть себя как личность. В Москве сейчас проживает более 31 тысячи азербайджанцев. Создать азербайджанское общество в Москве активисты, в основном рабочие и студенты, задумали еще в начале 1988 года. Нашими первыми актами были обращения к академику Лихачеву о возрождении бактерийского масла, проблему которую волновала азербайджанскую общественность в то время. Фонд культуры СССР Кнуразнаху с просьбой рассмотреть вопрос о переименовании города Кировограда в Янжу. Так постепенно начало сформироваться общество, которое тоже стало именоваться Оджа. В январе 1989 года мы обратились к Госпредству Совмин Азербайджана в Москве с просьбой оказать организационную помощь обществу с представлением помещений для проведения мероприятий, рабочую комнату и тому подобное. Считаю, что Госпредство призвано помогать нашим соотечественникам в Москве. Действительно, вначале так и было. Госпредство представило нам конференц-зал, где мы проводили свои собрания, рабочую комнату, но в дальнейшем выяснилось, что это делается с одной целью – поставить себя над обществом и диктовать свои условия, создать общественный имидж себе и своим приближенным, задумав задушить только-только зарождающиеся свободомыслие в среде азербайджанцев в Москве. Олджак был официально зарегистрирован в Моссовете 3 октября 1989 года. После этого Госпредство в лице Заура Рустамзаде Госпреда, увидев несбыточность своих помыслов, начал оголтелую кампанию против неугодных им членов Олджака. Однако, несмотря на трудности, всякие козни и провокации со стороны Госпредства, 24 декабря 1989 года общество провело свое собрание и избрало правление. Теперь правление общества стало органом демократически избранных членов общества, а не назначенным Госпредством, как она этого хотела. С этого же дня Госпредство объявило войну Олджаку, которая продолжается по сей день и в этом зале тоже. Вся деятельность общества проходила в условиях антиолджаковской кампании со стороны Госпредства, где оно использует самые грязные методы, распространяет всяческую ложь и тому подобное. Все это делает через своих людей, тем самым прикрывая свою якобы непричастность к происходящему. Два факта приведу. Письмо в ЦК. Это письмо только когда наше общество зарождалось. Письмо лежит в общем отделе ЦК, потом в отделе культуры. Письмо такого содержания. В Москве зарождаются стихийно действующие азербайджанские националистические группы. Примите меры. Кто подписал эти письма? Атам Алибеков, кинорежиссер, Султанзаде, доктор технических наук, Алла Ахундова, писатель, поэт, Абизад Багиров, писатель, Касым Керимов, профессор Академии отечественных наук, Бадалбейли, поэт, Кулиев и так далее. Письмо, значит, написано 16 ноября 1988 года и лежит в отделе ЦК, можете прочесть. В принципе, письмо это донос. Дальше, значит, Госпредство через своих людей, их прикрывая и так далее, позволяя им разные вещи, делает следующее. 20 января 1991 года собрание, посвященное бакинским событиям. Собрание ведет Рустамзаде и доктор исторических наук Сали Алиев, якобы член нашего общества.
заявляет, что он не член. Что заявляет Салих Алиев? В Азербайджане все идет так, как раньше. Багирова заменил Визиров. Визирова заменил его подручный Муталипов, чтобы сохранить коррумпированную группировку в Азербайджане, каким является новый парламент. Избранные первые секретари, партократия. Наша задача – вести цивилизованную борьбу против нового режима в Азербайджане. В Азербайджане произошла реставрация прошлого. Надо создать независимую комиссию по расследованию бакинских событий и тому подобное. И ему аплодирует Заур Рустамзаде. Дальше. Чем я это объясняю? Что это происходит? Если мы приведу маленькую цитату из работы Владимира Ильича Ленина «Лакейство». Он там пишет. Лакей может быть честным человеком, образованным членом своей семьи, превосходным гражданином, но он неминуемо осужден на то, чтобы лицемерить, поскольку основной чертой его профессии является соединение интересов барина, которому он обязался служить, верой и правдой, с интересами той среды, из которой рекрутируется прислуга. Лакей – это социальный тип, а не свойство отдельных людей. Лакею полагается по должности фрачный костюм, цивилизованная внешность, белые перчатки. Лакею разрешается известное народолюбие, конечно, лишь в очень скромной мере и под обязательным условием выражения чувства покорности и послушания. Такое положение выражает характер для лакея как социального типа лицемерия. Я никого абсолютно извиняюсь. Bənzətməklə də görməm, icazə verin, mən sən də deyirəm, mən xahiş edirəm bir dəqiqə deyəsən. İstəyir Lenin demir kim deyibdi söylüyor, Lenin ehkam deyil, artıq ehkam deyil, mən heç zaman ehkam olmayır. Lakey sözü mən şəxsən hər hansı bir adama özümdə desəm və eşitsəndə onu təhqir kimi qəbul edirəm. Sosial zübrə olub. Mən xahiş edirəm, bundan sonra bu istiqamətdə bənzətmə aparmayasınız. Keçin çıxışınızın o versəniz. Все это делается с целью поставить, это значит, в своей деятельности Олджак в основном использует работу в производственных коллективах в студенческой среде Москвы. Для этого были налажены отношения с многотиражками заводских и вузовских газет. Каждому члену общества было поручено вести работу в своем производственном коллективе путем распространения газет и литературы из Азербайджана, участвовать в различных встречах, дискуссиях. Благодаря деятельности активистов общества Олджак, многотиражки завода ЗИЛ после трагических событий в Баку появились две большие статьи, раскрывающие суть этих событий. Статья об обществе Олджак в газете «Бауманец», орган Московского государственного университета. Московский университет, орган МГУ, были опубликованы статьи, рассказывающие о деятельности Олджака, приглашающие читателей к сотрудничеству. В апреле 1989 года Олджак выпустил свою газету «Зия». Возникнув на пустом месте, то или подобное никто и представить не мог, полустихийно, полусознательно общество не могло не допустить ошибок, просчетов. Сегодня Олджак в целом имеет более трехгодичный стаж деятельности. Наступило время аналитически подойти к пройденному этапу жизни общества, поискать пути разрешения возникших проблем, ответить на возникшие вопросы. Мы все больше убеждаемся в том, что пока мы не познаем себя, не ответим на вопрос, кто мы как азербайджанская нация, кто я как азербайджанец, какова наша национальная культура, и не осознаем, в какой культурной и духовной ситуации мы оказались, никакого реального возрождения, прогресса в развитии народа не может быть. В связи с этим общество планирует провести научно-практическую конференцию «Азербайджан в преддверии 21 века». Взгляд изнутри и со стороны. Теперь коротко о политической ситуации в Москве, в частности в азербайджанской среде. Да, Олджак – это общество культуры. Она не политическая организация, так как не ставит вопрос о власти и не вступает в поддержку или против какой-либо политической партии или организации. С другой стороны, политика Олджака является культурой. В этом плане она политическая организация и ставит целью создать условия для духовного, политического раскрепощения человека, вернуть его к активной, созидательной, живой жизни. Все это мы расцениваем как путь к демократизации общества. Если моссоветам такая позиция Олджака приветствуется и считается вполне нормальным, то постпрессом такая позиция, раскрепощение человека, живой человек, воспринимается враждебно. Всякая свобода мысли для них смертельно опасна. В этом суть ожесточенной борьбы постпресса с нами. По-другому и не могло быть, ибо своего могильщика никто рядом не потерял. Только благодаря демократическим принципам московских властей постпрессство не может использовать против нас прямое насилие. Искусственно объявив нас врагом, постпрессство вынудило нас работать тайно от него, скрывать свое членство в Олджаке многим азербайджанцам, живущим в Москве. Задавшись целью не допустить самоорганизации азербайджанцев-москвичей,
Госпредство занимается натравливанием их друг на друга. Сегодня мы поставили цель объединиться и образовать Ассоциацию азербайджанских обществ. Потребности в объединении могут быть различными, но мы объединяемся от своей слабости. Мы ставим целью коллективно решать возникшие у нас проблемы, помочь друг другу и принять посильное участие в культурно-историческом возрождении азербайджанского народа. Все это возможно в следующих условиях. Первое. Мы должны осознать, что мы страдаем. Мы понимаем, какова причина нашего страдания. Третье. Мы понимаем, что есть путь, ведущий к освобождению от этих страданий. Четвертое. Мы осознаем, что для освобождения от наших страданий мы должны следовать определенным нормам и изменить существующий образ жизни. Пятое. Мы осознаем, что снятие тоталитарного подавления свободомыслия, в нас годами накопленную деструктивную энергию, которая может привести к столкновению эгоистическим притязаниям, межличностным и межобщинным конфликтам одной минуты. И тем самым перечеркнуть все наши желания объединиться. Мы осознаем, что наше идеологизированное сознание лишено способности судить об истине и принимать в качестве истины рекомендуемое должное, то, что нам здесь рекомендуют. Что освобождение нашего сознания есть путь к познанию истины. Мы понимаем, что, получив гласность, свободу высказывания, мнений, общество в основном осознало свое положение и причины его порождающие, но нет или почти нет практических шагов к изменению жизненной ситуации. Сегодня азербайджанец в Москве – это человек, оторванный от родной земли, языка, культуры, культурной среды. Словом, человек, лишенный всех опор. Он обезличен, то есть безответственный. Если мы создадим человеку опору, хотя бы небольшой психологический якорь, чтобы обеспечить ему положительную самооценку, национально-культурную самобытность, то разрешим многие проблемы объединения и единства, так необходимы сегодня азербайджанскому народу. Это мой доклад. Второй, значит, маленькое заявление в Фонд культуры я прочту. Значит, председатель Фонда культуры Абдуллаеву 14 июня 4-5 дней тому назад. Ставим вас в известность, что приглашенный вами на конференцию азербайджанских обществ из Москвы Фараджа Физули не является членом Московского добровольного общества «Улжак» и никак не уполномочен представлять «Улжак» где бы то ни было, хотя вам он представился от имени «Улжака». Просим вас учесть вышеизложенное при организации официальных мероприятий, заявлений во избежание дезинформации и других осложнений. Тем не менее, этот человек включается в программу, дается ему условия. Представляем, Deməli, burada bir məsələ var da. Да, belki suallarınız var. Sual. Cüzbü var. Bu çətindirsə, aktivisti nə qədər? Mənim üçün maraqlı oldu ki, işgüzar. Mən çıxışında dedim ki, учитывая определенные условия, общество работает в подполье. Определенные вещи он не может сказать, потому что курсприство натравливает. Tələbələr var, tələbələr istəmirlər onların adını çəkər. Konkret sual verirlər. Neçə nəfər üzvü var? 5 nəfər, 500 min nəfər. Aktivistlər. Necə anlaşılır? Yaxşı, aydın Достаточно məsələdir. для работы общества. Bu da sekretli podpolna organizasiya. Достаточно для Sekret работы. deyil. Yaxşı, bir dəqiqə. Еще sualınız da var yok. Sual varsa buyurun. Yoxsa mən bir məsələyə diqqətinizi cəlb eləmək istəyirəm. Kimi? Buyurun. Siz registrasiya olunmuş, təsdiq olunmuş orqanizasiya. 3 oktyabr 89-cu il. Deməli məsələ, yoldaşlar, xahiş edirəm, bu çox ciddi məsələdir. Bu çox ciddi məsələdir. Təxminən buna oxşar, amma bunun kimi ola bilər dərinlikdə yox. Çünki orada münasibətlər, mən deyərdim, daha təmiz əsaslaydı və başqa bir regionda belə bir münasibətlər vardı. Biz onu mümkün qədər o münasibətlərin tənzimləşməsinə çalışdıq və mənə belə gəlir ki, biz buna nail olduq. Söhbət gizlin deyil, Tallindən gedir. Orada bir fikir eyniliyi, fikir birliyi alındı, məqsəd birliyi alındı. Mən şəxsən bunu, mən desələr ki, həyatda nəyə nail olunca, bilməm ki, gələcək nə olur. 2-3 şey deyə bilərəmsə, biri də buydu ki, bu oğlanlar birliyi ilə əldə edilər və artıq müəyyən işlərdə bir yerdə görməyə hazırdılar. Ocaq cəmiyyətində vəziyyət nə cürdür? İndi bax, burada Azəri cəmiyyətinin nümayəndəsi Moskvada çox. Dayaq cəmiyyətinin, sonra mən sizi deyirəm, sizi nəzərdə tuturdum, Eldar müəllim nəzər. Vəziyyət nə cürdür? Vəziyyət deməli belədir. Ocaq cəmiyyəti yaranarkən onun sədri kimi Toğrul Məlikov seçilmişdir. Bunu Respublika bilir, Toğrul Məlikov Kamal müəllim, üzr istəyirəm.
Azərbaycan Mədəniyyət Fondunun üzvüdür. Və Sahib bəy də və mənə belə gəlir ki, daha kimsə yenə mən adını unutmuşam, Tofiq Məlikovun mavini kimi seçilmişlər. Sonra vəziyyət çox qaranlıqlaşır. Bu aydınlıqdan sonra, Respublika üçün hər halda belə bir aydınlıqdan sonra vəziyyət çox sürətli şəkildə, necə deyərlər, dedektiv bir hadisənin süjetinə çevrilə biləcək dərəcədə sürətli şəkildə inkişaf edilməyə başlayır. Birdən-birə qəribə metamorfozlar əmələ gəlir və yeni bir ocaq peyda olur. Sədr Sahib bəyin timsalında, Sahib bəyin sədrliyi ilə. Deməli, faktiki olaraq mən məsələdən, yəni o da deyir, mən sədrəm, ocağın sədriyəm, o cəmiyyət artıq ustanaviv isə cəmiyyətdir, işi, gücü, çox ciddi yoldaşlar orada fəaliyyət göstərirlər. Sahib bəyin də pretenziyası var ki, xeyr, ocağın sədri mənəm, əslində bizim iş, indi sualdan da məlum oldu ki, heç üzvlərinin sayını da lazım bilmir bizə deməyə. Məsələ bu tərəf. Mən faktiki olaraq vəziyyətdən çıxış yolunu şəxsən mən nə cür görürəm? Mənə belə gəlir ki, və mən bu cür qəbul etmək mənim üçün daha asandır ki, faktiki, real şəkildə olaraq Moskvada eyni adlı iki müxtəlif cəmiyyət var. Ne için aldatırsınız? Yoldaşlar sizi aldadırlar. Sənət yox. Mən deyirəm, mən nə cür təsəvvür edirəm. Yoldaş da məni, necə deyərlər, yalancılıqla ittiham edir. Kişi yox da axı, niyə deyirsiniz? Sahib, mən hamıdan eşitmişəm ki, sən peçatı oğurlamısan, şəxsən. Qulaq, indi sən dedin, qulaq, yazılı şəkildə istəm verir. Sən peçatı oğurlamısan Tofiq Məlikovla, indiyə qədər gizlətmirsən. Bax, sənin kimi adamlar demirəm xalq düşməlisən. Xalqın ümumi birliyinə xələl gətirən adamsan sən. İcazə ver görək sözümü danışım da. Mən sənin sözümü... Peçatı oğurlamışam. Mən sənin sözümü yalnız sən təhqirə keçəndə kəsdir. Sən mənim sözümü niyə kəssin? Mən fikrimi Mən düzgün deyil axı. Yoldaşlar inanıraq siz dediyinizə. Mən fikrimi deyirəm. Mənim üçün Tofiq Məlikov ocağın sədridir. Sən belə sayırsan, saymırsan sayma. Bu mənim səhvimdir. Mən Tofiq Məlikovu Moskvadakı ocaq cəmiyyətinin sədri hesab edirəm. Mən Azərbaycan Mədəniyyət Fondunun sədriyəm. Səni indi bu sözündən sonra... Xalq düşmanı. Deməli, belə, yoldaşlar, vəziyyət belədir. Gəldi, vəziyyəti başa saldı ki, Tofiq Məlikovu dalayacaq, onların dalayacaq, onlar gəlməzi, danışa. Vəziyyəti mənə başa saldı. Mən deməli, bu adama görün nə dedim. Eldar müəllim, mən sizi də dəvət edirəm bizim mübarizəyə, sizə də. Mən dedim ki, qardaş, mən səni burada ocaq adlı, başqa bir ocaq adlı, Tofiq Məlikovun ocağı, başqa ocaq adlı cəmiyyətin sədri kimi qəbul edirəm. Sənə söz verirəm, iştirakını təmin edirəm. Sənin onlarla nə işin var? O da elə hesab elə ki, ocaq birdir, sən elə hesab elə ki, sən də ocaq ikisən. Ya adımızı dəyişin, ona deyək, o adını dəyişin, sənə deyəsən, iki müxtəlif cəmiyyət, burada problem yoxdur. Bu yoldaş, bax bu, siz necə hesab edirsiniz? Bundan ədalətli, mənə belə gəlir ki, bundan effektli, optimal başqa bir yol var. Arkadaş, get işinlə məşğul ol da, sən də Azərbaycan mədəniyyət xidməli. Sən niyə başqasını batırmaq istəyirsən? Sən niyə başqasını ləkələmək istəyirsən? Axı, burada bir-birimizi bayaqdan 100 dəfə deyirik ki, bir-birimizin dalıcan danışmayaq. Bir-birimizin, bax, gəldi Füzuli. Bir kəlmə, mən Füzulidən, Faiqin də yanında söhbət edir. Bir kəlmə sizin dalınızca söz eşitmədim. Sən amma səhərdən axşamacan orada bir elan vurursan, bunları ləkələyən. Füzulinin sənədini göstərin, baxsınlar, mən də öz sənədini göstərim. Ay qardaş, bu başqa ocağın sədridir. Sənə nə var bu kimdir? Bu başqa ocaq cəmiyyətin sədridir. Kamil bir dəqiqə. Şöyle şey olur. Kamil bir dəqiqə. Özü təqdim elə xahiş edirəm. Azərbaycan Sekreterinin siyasət Füzulinin sənədi, Füzulinin özü. Bazı il yarımdır Füzuli mən tanıyırım. Mandatı var Füzulinin. Füzuli mənə mandat, mən xahiş edirəm mandatı Bir dəqiqə Kamil müəllim sözünü qurtarmaq. Moskvada keçirilən il yarımı içində bütün ən kruplu, məsələn, kultur merapretisi, Novruz bayramıdır, Demokratik Respublikanın il dönümüdür, yeni ildir, başqa bayramlarda Füzuli Orq Komitetin bir nömrəli fəal iştirakçısı olub. Mən bilmirəm bu ocaq nədir, peçat nədir, registrasiya nədir, ancaq bu adamın fəaliyyətindən tanıyıram. Bu belə düz olmaz ki, biz mühüreyinlərin 20 saniye, 20 saniye. Buyur Əzullah, 20 saniye. Bay yoldaşlar, hər bir cəmiyyət yaranında, bir dəqiqə. İkinciliklər siyasi. Bak yok, olmaz, bu bir yanlışlık oldu. Yüz taşındı kaldı. bir dəqiqə, xahiş edirəm, ay yoldaşlar.
Sayın, bir dəqiqə qulaq as. Sahib, sən niyə dağıdırsan bu şey təşkilatı? Gəlin bu yerimə. Bu cəmaat sənə etiraz əlaməti olaraq çıxıb təşkilatın işi dağılır. Nəsə? Söz verirəm mən növbəti çıxış. Qazandakı Oğuz cəmiyyətinin yaranması. Təxminən 5 dəqiqəyə yaxın. Baş üstə çalışaram. Yox, mən sizdən bir xahişim var. Əgər siz, bax sənə üzümü tuturam mən birinci növbədə. Sənə, qardaş, əgər sən tutalım ki, sahib bəyin hər hansı hərəkətinə qarşı etirazı bildirsənsə, konferansın işi ilə dur, fikrimi deyirəm ki, bu cür şey olmaz. Durun ki, mən yalnız deyirəm ki, təxribat eləməyim deyimin. Bir-birinizə durun deyim də. Bir nəfərdir ki, var olsa bacarmırsınız oyuna. Hara gedir, özünüz deyirsiniz ki, dağıdır. Durun bir dəfəlik deyin əlçəsində bizdən də yapamızdan da. Sahib, sən şu şeylərdən Mənim zənnimcə, biz nəinki Moskvalı ziyalılar, ziyalıların adını çəkmək, ziyalıları hamı tanıyır. Moskvada bir dənə ziyalı, 10 dənə, 15 nəfər fəhlə tələbə düşür. Belədir. Biz tələbələrin də adını çəkməliyik, fəhlələrin də adını, onlar orada nə cür yaşayırlar, vəziyyətlər nə fərqdir, tələbələrə maddi kömək kimidir. Təcirlər, ondan sonra aziyetçilər, bir sosial əziyyəti yaşayır. Buranın hamısını nəzərə almaq lazımdır, qeyd eləmək lazımdır. İndi ziyalısan, biz artıq elə bir vəziyyətə gəlib çatmışıq ki, hər bir ziyalı məsuliyyət daşıyır. Ki, bu sadə insana, tələbiyə, fəhliyə nə cür kömək edir? İntellektual, maddi, kimi qolundan tutur. Eləməyibsə də artıq indidən eləməlidir. Bunu biz anlamalıyıq. Belə bir vəziyyət. Respublika, millət elə bir vəziyyətə düşüb ki, indi nəyin səbəbinə onu biz hamımız bilirik demək. Biz də bura 20 vilayətdən adamlar gəlir. Elə eləmək lazımdır ki, bütün Rusiyanın bütün vilayətlərdə təşkilat eləsin. Ocaqda vətənində akşinalar yoxsa, şöbələri mi? Mənə də gəlir bu, burada o Qrajansk Assambleya, Vətəndaşlar Assambleyasına daxil olma ehtiyac var. Ayrıca bir assosiasiya şəklində yaranmalıyıq. Assosiasiya yaratmalıdır. Assosiasiya. Məsələn, burada təklif olundu ki, assosiasiya yaransın. Assosiasiyanın iki qrupu var. Bir var, ictimai təşkilat assosiasiyası. Bir var, xizəsli. Bu yaransın ictimai assosiasiyası. Ondan sonra yaranandan sonra özü fikirləşən mənim nəzdində registrasiya olunur. Müstəqil şəkildə. Bəzi yoldaşlar təklif edir ki, deməli, o Vətəndaşlar Assambleyasına daxil olsun. Mənə görə ona ehtiyac var. Ayrıca özü müstəqil şəkildə, heç kim asılı olmadan, müstəqil siyasi bir qurum kimi təşkil olunur. Əvvəl Vətəndaşlar Assosiasiyası bilinmir. Əlbəttə. Siyasi assosiasiyadır, ictimai assosiasiyadır, yoxsa necə hökumət assosiasiyası. Belə deyil. Bu bir adını qoysunlar hələ. İctimai də olsa ictimai. Qeydiyyətə keçmir. Assambleya. Heç nə. Assambleya iclas. Assambleya təşkilatları gedir. Ölkəmizdə formalar. Assambleya bir dəfə çağırılır, ondan da qurtarır. Assambleya iclas, plenum iclasdır. Komitə yığıncaq olmalı. Ancaq onun komitənin plenum olur. Başda Assosiasiyanın idarə heyətinin assambleyası. Assambleya sözü iclas üçün. Yaranan assosiasiyada məlumat mərkəzi kimi fəaliyyət göstərilməlidir. Onun daxilinə olan cəmiyyətlərə kömək eləməlidir. Maddi cəhətdən var. Yoxdur, o gəlməyiblər. Mən bunlara dedim ki, yurttaşı çağırırım. Yurttaşı çağırırım. Sonra 2 dəfə dedilər, hə, çağırıq, onları telefonun ünvanı bizə verin. Dedim, necə siz bilmirsiniz? Ki, bizə verin. Sonra dünə yox sırağa gir. Dedim, bəs yurttaşa xəbər verir ki, əşi yurttaşa da elə bir məsləhət olmadı. Belə deyil. Çünki yurttaş bunların konkurentidir. Belə olmazdı. O şey sordur. Səmədoğlu'nun çağır, Vaqif. Вот он başqa.
xətt verirsən. Рад. Может быть. Сейчас подожди, сейчас я скажу. Bura nədir? Bağırovuzdan evi olur bura, yoxsa nə olur? Böyük uzun var, amma bura bax bir nədir daha çox. Kimi? Budur da, xidmətə də qalsın. Mədəniyyət fondu da O da bəs Bağırovun harada bizlərə yer olar? Elə bura Bağırov. Bu da bu. Onu soruşdu, gəldi bu da sən də belə bilmə. Ben bilirəm göndərilir. Babam şəkil verir. Ayrı, heç bilmirik nədir. İndi bir yerdə gördük. Sonra bunların fikrinin ümumiləşməsi, işbirliyi yaradılması. Bizim üçün həmişə ən çətin məsələdir. Yəni bu Türk müsəlman millətinin ən böyük bədbəxtliyi üçün çətin təşkilatlanan millət. Təşkilatlanmağı bacarır. Biz indi bir heç olmasa hiss olunur ki, yox, yavaş-yavaş biz də təşkilatçılığa öyrənirik, biz də yavaş-yavaş uzaqlar düzəldirik. Bu təşkilatlanma olsun, ondan sonra qalan şeylər asan da eləyə bilər. Ona görə çox yaxşıdır. Özdə bunlar vaxtilə də yoldaşlarımız da deyirdik, bu deyirlər ki, çox yetkin kadrlar. Millətin içərisində bu cür fədakar, bu cür yetkin, bu cür iş görən adam görəndə adam sevinir ki, hə, deyəsən yavaş-yavaş biz də bir yeri gəlib çıxacağıq. Amma sonra yaxşı elə baxırsan, yığışırıq meydanlara, dağılırıq, gedirik, yığışırıq burada deyir, dağılırıq, amma təşkilat yoxdursa heç bir şey yoxdur. Bizim ümid var ki, 1 ilə, 2 ilə Azərbaycan xalqı yaxşı təşkilatlanacaq. Vahid sistemlər qura biləcək, haqqını ala biləcək. Şəhsiz ki, bugünkü dövlətlə qəti razılaşmayacaq. Bu dövlətlə narazıdır, amma bunu yıxa bilmir. Amma 2 ildən sonra narazı olacaq və yıxacaq. Budur, yıxa bilməyin səbəb budur ki, bu təşkilatlı deyil. Bütün bir yerdə deyil. Bu bir yerə gəldən sonra bu cür sistemlərlə yaşaya bilməyəcək. Bundan sonra qabağa çıxacaq. Budur əsasımız. Amma o assambleya, bir də assosiasiya məsələ bir qədər mürəkkəbdir. Onun məsəl hikmətləri yaratmaq olar. Nə cür eləmək olar? Yox, ola bilər ki, məsələn, assambleya yaransın, sonra ikisi birləşsin, sonra ortada bir başqa şey çıxarılsın. Amma nə o cür getmək çətindir. Yəni, mən bilmirəm, bu assambleyanı yaradanda sizin hamınızı çağırmışdılar. Hoca olmaz da, gərək yaradırlarsa, gərək hamısını nümayəndələr çağıraydılar, 5-5 onu. Sonra səsə qoyaydılar, kursa götürəydılar, səs vermədə seçəydılar. Bəlkə də namazda olacaq, öz üçün vitse-prezident bu sözcüklər, olsun sözcüklər. Yoxsa məsələn əvvəl burada Moskvada yığılıb, sonra yığılıb bizim ətrafımıza, o sistem özü doğru tutur. Doğru tutur. Özü bu hələ birinci konferans keçirilmir, ikinci konferans. Yəni bu artıq yaranıb, üstoktor ki, dünyada özünü doğru tutur. Nə məsələn deyək ki, hə, bir mərkəz yarat, hamısını birləşdirir, o sistem özünü doğru tutur. Mərkəzi yaratdır, o cəmaatı yığasan, sonra həmin mərkəzin özünü buraxasan, təzədən həmin adamlar təzədən bir mərkəz yaradalar. Yəni olsun sərbəst qaynayıb qovuşmaq. Bizə təşkilat komitəsi yaranır, sonra buraxılır. Bəli. Bir də mənə elə gəlir ki, siyasi hadisələrin keçəsindən çox şey aslında Respublikanın özündə böyüklüyündə çox çətindir. Bir Estoniyada söz azadlığı var, mətbuat azadlığı var. O azadlıq burada yoxdur. Biz nətər ola bilər ki, buradan məsəl üçün mərkəz yaransın və burada biz əlaqələrimizi edək. Tutaq ki, burada hələ plavlit hüquqdadsa, orada plavlit yoxdur. Yəni bu praktiki yollarını tapmaq lazımdır. Və yaxud da ki, orada biz tutaq ki, televiziya çıxanda bizim kəsmirlər. Amma burada çıxanda və xalq cəbhəsinin adını çəkəndə və yaxud da ki, şəhidlər xiyabanına 200 adını çəkəndə, plakat göstərəndə kəsirlər onu. Bu haqda assosiasiya burada yarana bilməz. Yəni bu məsələ haqqında mən Osman müəllimə sual vermək istirdim ki, əgər bu assosiasiyanın bir orqanı olan qəzet ya jurnal yaranacaqsa, siz onu tam məsuliyyətlə boyunca götürürsünüz ki, o senzorsuz çıxacaq. Çətindir, çox çətin şeydir. Çox çətin şeydir. Məsələn, mən assosiasiyanın yaranmasını Pribaltika Respublikalarında fəaliyyət göstərən cəmiyyətlərdə görə bilərəm ki, 3 respublika assosiasiya yarada bilər. Yarada bilər, özü yarada bilər, nəyə görə ki, siyasi platformada 3 respublika artıq demək ki, qanunlarını qəbul etmir, özünün öz demokratik qanunları var. Və biz o qanunları vətəndaşıyıq, hələlik orada vətəndaşıyıq, yəni ki, o vətəndaşlarla qəbul edilir. Bizim orada səsimiz var. Yəni biz onların platformasını qəbul edib orada assosiasiya yarada bilərik. Bir də təfəkkür var, əlifəzlə. Təfəkkür cəhətdən Estoniya, Latviya, Litviya, Azərbaycanlar təfəkkürlə Moskva, Leninqradda yetişibdir, Moskvada da yetişib. Ancaq bəzi regionlarda uyğun gəlmir. Odur, çünki o regiondan yaşadığı regiondan Gərək bu yaradılan mərkəzi privatikada.
sonraki bu demokratik Sonra hərəkətlər özünün necə fəaliyyətin gəlib, şeylə məsəl üçün təcrübə Moskvaya. bəli, təcrübə Moskvadakı bu havalar durulur. Moskva, Leningrad ya. Sonra Leningrad Ha, otasında. iki şey. Sonra havalar durulmaz. Bəli, bəli, bəli. Bax bu, siz demişlər, o iqlim, siyasi iqlim hazır doğulduqca demokratik hərəkət boğulmayan yerdə o özünün fəaliyyətini göstərəcək. Bu gün burada boğulacaqdır. Bu aydın məsələdir, çox el özünü də Bu göstərir. demokratik hərəkatı, deyək ki, bizim demokratik hərəkatlar demokratik hərəkat. Biz bir səhv duyuruq, yəni demokratik hərəkət oldu. Arkada da Amerikanın, İngiltəranın, Fransanın özünün məqsədləri. Çünki burada bu ölkəni tamamilə sivirsin, bu partiya diktatorasını köysün yerə, bizim də gücümüzdən də istifadə eləsin. Bu diktatoranı yıxsın, ağılda ki, bir demokratik dövlətlər meydana çıxsın ki, bir dəfəli canıb çalsın ki, burada diktator hakimiyyətə gəlməyəcək, atom bombasını tamam hədələnməyəcək. Bircə balaca Saddam Hüseyin balaca bir dövlətdir. Nəyə dövlət dövlət? Qorxurdular ki, biraz da yubansalar, bir ildən sonra Saddam Hüseyin atom bombasını əldə edə bilirlər, hamısının kökünə belə düşür. Yəni, bir dənə xırqızı durdurmuşsa, əlində bir atom geçdi, dünyanın başları bildir. İndi bu yekəkdə sıfırdır. O istəyəsi belə yavaş-yavaş ölmək lazım. Hələ o Kürdlərin başına açdıqları oyunlar. Öyle de. Görürsünüz də neylədir. Arada oldu oyun çox. Ben böyle de quldur dövlətlər elədirlər də, diktatura, quldur sistemlər həmişə elədir. Çünki hər birdən əmr edir, hücum. Heç bilmir, dağı nədir, qabağı nədir. Amma demokratik dövlətdə böyle deyil. İstinafa qoyarlar, müzakirə edirlər, uşaqları götürürlər, səsi vermirlər, bir də təzminə verilir. Ta ki, gəlirlər ki, da çıxış yolu yox. Hücum lazım. Yoxsa öyle bir gecə yatır, gündüz durur, kuvveti tut. Üstündə nə bilim, İsraili bomba alır. Sən kimsən, bana dünya baş-başına deyil. Yəni bu diktaturalar hamısı lazım. Bu sonra keçəcəklər Çinə. Amerika bura keçəndən sonra buradan istifadə edəcək keçəcək Çinə, Hindistan'a çünki Çin'in özü də elədi. Atomu əlində Hindistan da hazırlayır. Sabah orada bir diktator hakimiyyət gəlsə dünyanı oda qoyacaq. Ona görə də onlar eləyəcəklər ki, yəni orada diktator sistemlər var. İşte bilirlər ki, mesela İngiltere atom atmaz. Bilirlər ki, parlament ona icazə verməz atom atmağa bu şeydə. Çünki başqasının da var, dedi, dayanıb verir. Amma bu bizlər belə deyil. Əlinə götürən kimi, Stalin kimi, Saddam kimi, nə bilim kim kimi yaramazı birisi gələcək, dünyanı qana çapar. Bəli, mən onun sizin mövqeyinizi bilmək istəyirdim. Məsələn, Estoniyanın ümumi havası təmiz başqadır və üstəgəl Tartu təmiz Tartu çox demokratik, sülh rəmzi kimi istifadə olunur və orada həmişə mənə deyirlər... Tartuda intellektual qublu olur. Çox. Nəsi var? Mən deyərəm ki, Tartu nəinki Estoniya, bütün bir Balkanı görən gözü kimi, düşünən beyni. Orada çox intellektual səviyyə var. Və mən də onlarla razıyam, bilmirəm siz mənlə razısınız. Onlar, məsələn, Saddam'a deyir ki, diktator. Mən onunla razıyam. Siz razısınız? Kim? Məsələn, Estonlar Saddam Hüseynin Saddam diktator yox, Saddam dünyanın ən yaramaz gədəsidir. Nə diktator? Saddam Moskvanın üzr istəyirəm, pulasıdır, yetişdirib orada. Qoyubdur orada oynatdı, apardı ötdü şeyə, odun içinə atdı. Gördü ki, bunun dalınca istəyirdi girsin Ərəb ölkələrinə, ya Türkiyəni sıxsın, bulanı sıxsın. Öyle ki, Amerika qalxdı, qalxana sonra qaldı şey, tərs əlini çəkdi, boxdan verdi. Çəkildi geriyə, atdı odun içinə. Getdi Badifaniyə. Onu mən yanılmamışım. İndi oradan Amerika yavaş-yavaş keçəcək İrana. İranda da vəhşilik. İranda məsələn İslam dini altında vəhşilik edir. Məsələn deyək ki, mən xanımı çox söyləmək istəyirəm. Məsələn qız uşağı sizin danışır. Ya bir şey fikirdir. Qız uşağını asmaq olmaz. Güya dini qanuna görə. Gecə onu zorla mollaya sıx eləyirlər. Bir gecəlik, sabah asılır. 20 gəstirin gözünün qabağında vəhşi. Bu hələ İslam dini əvvəldən yaranmamışdı. Yoxdur. O vaxtı dil bastırırlar qız uşaqlar. Uşaqda deyənsəm necədir? Məhəmməd Peyğəmbər, Belə fotoğraf burada. göy büyücü də siz demişik yeməyəcəksiniz. Bu özləri çox qəribədir. Məsəl üçün deyək ki, İranda, məsəl üçün deyək türklərin başını xasların əli ilə, həm də ermənilər kəsdir. Qızışdırırlar, qatırlar, din adı ilə kəsdirirlər milletin başına, qırdırırlar. Azadlıq, nə bilim, millət haqqında, məktəb haqqında danışan adamların birdən-birə 70-60 nəfəri. Afyonçu, nə bilim, güya ki, bu uyuşturucu maddə satlar, adı ilə asırlar bir gün üçün. Tərbimək olub da. Nəşə atırlar cibinə, tuturlar, asırlar. Nəşə atırlar cibinə, tuturlar, asırlar. O çox primitiv formadır. Sənsi primitiv formada, amma qabağını alır mı? Mən sizdən bir... Amma qabağını ala bilməyəcək. Artıq demək, bir həftə bundan qabaq qəzetdə yazmışlar ki, Rəfsanjani İranda perestroyka eləmək istəyir. Rəfsanjani perestroykası. O da gedəmək istəyir. Həmin yol davamlı. Əgər seçki aparma, demokratik dəyişikliklər aparmasan, partlayacaq. Özdəki Rus imperiyası dağılandan sonra İran üçün çox qısa. Azərbaycanda qalsalar 21 milyon. Qalxanda onun qabağında Tehran dayanamır. O saat partlayacaq. Heç mən üsyana gəlir.
Bu bir il, iki il kimi görsənəcək? O necə ki, Albaniya neçə illər məsələn o sərhədlərini bağladı. Bəli. Yenə bir şey çıxmadı. Axır ki, yol tapdı oraya. Mümkün deyil. O, siz o, ona deyirlər mumya üsulu. Yəni milləti mumyalaşdırıb güya saxlayırsan, sarkofagın altında. Amma mümkün deyil. O bir deşilir. Deşilən kimi birdən bir o mumya öz-özünə dağılır. O qalır şüşənin altında. O 19-cu əsrdə Çin haqqında deyirlər. 19-cu əsrə qədər deyir Çin 400 il özünü bütün dünyadan təzyiq eləmişdi. Qalmışdı içərisində bir mumya kimi görsənirdi gözə. Elə ki, İngilislər daxil oldular ona. Elə ki, Avropanın həlindəydi. Hava dəyişildi və Çin başladı sənədə. Bu belə bir şeydir. Bunu sən dünyadan təcrid elədin, sən o mumyalaşdı, öldürürsən. Görünü qoysan həmişə hava dəyişsin ki, o mumyalaşma başqa şey. Əlbəz bəy, bu cəmiyyətlər var ya, məsələn, kişi barədə var. Məsələn, şəxsən məni Gəncə maraqlanır ki, Gəncədə bu struktur yaxşı fəaliyyət göstərmir. Xarçabası məcəlləsi, çox pis vəziyyətdədir. Bəli. Gəncə şöbəsi çox pis vəziyyətdədir. Mən vətəndən çıxmışam. Orada elə oldu ki, demək ki, əvvəl məsələdəki Xarçabası nə deməli bilər? Sən onun yerində olsaydın, nə cavab verərdin? Yox, nə cavab verməli? Bunu deyəcəklər ki, Qarabağı qaldırdınız, bizi qırğına verdiniz. 300 min erməni Azərbaycanda yaxşı yaşayırdı, əlindən mafiya, hamısının əlindən çıxartdınız. İndi də yorulmuş torpağımız yoxdur, bizi bu gün siz qoydunuz. Elə onu qıra, onu gördünüz. Yox, vəbşi, onlar hökuməti ələ aldı, onlara Qarabağski reklama lazım idi. Bu Qarabağski problemi tutardı, Terpetrasiyanı belə vuracaqlar, ermənilər üzlər. Terpetrasiyan bu yaxınlarda deyib ki, Qarabağ məsələsini biz gündəlikdən çıxara bilərik. Amma söhbətə gedək. O saat Komünist Partiyası, bizim müxalifatlar qalxıblar ki, Terpetrasiyan hərəkətə başlayanda Qarabağ hərəkətində başlamışdı, indi sözündən geri qalır, istifa versin. Orada onların vəziyyəti çox pisdir. Hamısı elə bilir ki, onlarda. Məsələn, bu Gürcüstanda Azərbaycanlıların münasibətləri. Biraz yumuşalıq. Ümumiyyətlə bir iş. Yəni, Daşkəsənin filizi ilə işləyir Rustavidə. Nə qədər də xammalı və bazarlarınızı da Azərbaycanlılar doldururlar. Hamısını bağlayır. Hamısını bağlayır. Ancaq bu dilinə. Yox, çatırmışıq. Hamısı xur deyə də başla, hamısı bilir. Bu məsələdə Həsən Həsən prezident özü. Özü dedi ki, siz bağlısız, mən də lazım, bağlısız bağlı. Ona görə qorxdular, biraz oturdular. Artıq nümayəndə gəlir, nə bilim, oradan 6 dəfə seçmişik, oradan 6 dəfə seçmişik, bu dəfə Xalqanın səvisində görüşürlər, kəndlərə gedirlər, belə-belə cəmanı seçmişlər. 2 dənə şeyi prefekti olacaq. Əvvəldən qoymuşdu Azərbaycan əleyhinə idi. Prefektlərin bir sədri, bir də başqa yerdə müharifat prefekti. Onun ikisi də Azərbaycan əleyhinə. Qaçıqlı bir çox. Realni farklı. Всего bu. BBC tuttu. Erməni xalqı özü, они находятся под сапогом Терпетросяна. Onlar eşit, onlar başa düşmürlər, erməni mafiyası. Qarabağski Rozlu'da gəl. Onlar, özdəki milyarderlər onları köməkləyilir. Bəhət edim, bilmə ağzım qursun. Eşitmişəm də bu mətbuatda da bir iki dəfə oxudum. Deyəsən koloniyaları təmir edirlər. Hardasa bu... Yox, onu biz qaldırmışıq. Bəs Onu biz qaldırmışıq. Onu mən özüm şəxsən mən qaldırmışam. 7 nəfər bir yerdə prezidentin yanında ki, kolonlarda bir sirkə basıb cəmatı gelir. Üzr istəyirəm xanımlar, bir soğan danışır. Belə divarlarda bit yeyirlər ki, belə müsibət. Taza biti yox, belə insan biti. Heç bir ölkədə belə saxlanmır. Nəm, iş, yaşamaq olmur. Nə bilim, 5 manatlıq çörək aparırsan, gəlir 50 manatlıq uşaq tərəsə 5 manatlıq çörək keçsin içəri. Bir müsibətli, döyürlər, söyürlər, təhqir edirlər. Tezdə məsələn yuvandı, məsələn 10 dəqiqə işə gedirlər. Barıqdan tatlar getirdirlər cəmaata, cəmaat onu imkan tutsa, qalxdı özünü müdafiə elədi. Oradan 2 dəfə, 3 dəfə ermənilər haç açıblar girsin, girəməyib. Gəlir Qubadlı tərəfdən girməyə də, amma əsas darvaza oradır. Ora bağlanmasaydınız onu, biz çox şey uzaq. Tamam uzaqdıq ha, o yəni ən stratejik yerdir, onu elədi.
Özdeşik orada bətdağımdır. Çox güclüdürlər. Hətta elə oldu ki, Polyanışka katibi öyrətdi ki, Xalq Cəbhəsinin binasını yandırın. Dağıdın Xalq Cəbhəsi ilə katiblik üzdə dursun. Millətin üzünə qoydu. Qoydular da. Katib də bir 50 nəfər yığmışdı öz adamlarını. Axırda katiblər uşaqlar gəldi, oturma bilirsə bizim 7 bin adamımız var, sənin də 50 adam. Elə eləməkdən ki, səni də onu bırax. Sonra ermənilər bir daha hücum eləyəndə katib gəldi ki, arkadaş bizim aramızda yaxşı. İxtilaf qurtardı, gəldi bir yerdən. Oradan barışdılar. Yəni bu Polyanışka burada istəyir ki, vətəndaş müharibəsi alsın. Çıxıb gedəndən sonra, necə ki, Əfqanistan eləməyib, çıxıb gəlib Əfqanistan bir-birini qırır. Burada Cəllabadda hakim qüvvə ilə xalq qüvvəsini güya qurmuşdu. Lənkəranda elə elədi, Sabirabadda elə elədi, Ağcabədə elə elədi, Bərdədə elə elədi, Laçında da istəyirdi eləsin. Bir neçə rayonlara bax, belə parçalayıb çıxıb getsin, sabah xalq özünə düşkün. Polyanışka burada vətəndaş müharibəsinin kökünü hazırlayır. Polyanışka bura gələndə general leytenatıdır, general mayordur. General mayor dedi, general polkovnik. General beni ne слышал, yalandan da. Sonra sen gerekirse sen yanına sonra döner düşüneceksin. Lazım oldu diyor şuna. Demek biz bir defa el olmuştu işini dışarıda. 5-6 nefer tutmuştu. Girov götürmüştüler. Girov götürmüştüler. Polyanışka'ya zəng elədi ki, onları bırak. Biz dedik yok bırakma. Saxlayacaq çünki o biraz daha ışık atılırsa o işini dışarıda. Dedik bırakma. Polyanışka 2 gündən sonra nə elədi? Götürdü bizi başqa rayonumuzdan, İkinci Şəhərdə 2-3 nəfər. Göndərdi bizi Keç Mardaketdə, orada ermənilərdən tanış. Rafırla şeylər deyil, özü qoydu tanka, 2 dənə tankın içində. Sən bunlardan götürürsən, danışırsan, onlara iltifatını verib gəlirsən. Bunları götürür, iltifatını versən ki, buranı boşalıq, buranı elə. Orada gedəndilər, ermənilər bunların hamısını götürdülər. Əsgərlər ellərini vurmadılar, onları götürdülər, girov. Polyanışka getirdi bizi elədi ki, bizim də 2-ci Şəhərdə Fransız girov verdi. Elə məhz 2-ci kağıt. Rəis 2-ci kağıt. Siyasətə bağlı. Biz demiştik ki, katibi verməyəcəyik, çünki obuzları verə bilərik. Çünki katibi verməyəcək, biraz nüfuzu var, özü qatışıdır. Bu da günlərdə için ki, başqa işin katibi tutulur, biraz bunu dəyişdirir. Bütün oynayır. Erevana da sən gelib, kimsə də sən gelib, qapsız bunun əlinin altında. Buranın Qafqazın general qubernator. Fırradır bu dəyər. Ayaz bir tane orada fırradır. İskəndər bəy söz deyəndə xətmi deyil. O şey. Azadlıq qəzetində deyib ki, siz mənim adımı yazsanız, sizə 50 kağız verirlər da, o çıxartmaq üçün. Kağızına qoçacaq, qoç saymayacaq. Limit etsin. Limit olmayacaq. Qəzəfət edilsin deyəcək, mən ölüm. Kimin dədəsi sözü, onun adını çəyməyəm. Mənim qəzəfimi bağlasın. İndi yaxşı, biz Estoniyada onun adını çəksək, bizim qədər bağlaya bilərik. Yox, orada bağlayaq. Estoniyada vəziyyət. Sənə video materialları mən verəcəm. Burada çətindir ki, o problemləri, onun bəzi şeylərini biz açaqsak. Orada açaq çap eləyib göndərək sizə. Deyin nəyə görə ki, əgər açılmasa, bunu siz bilirsiniz. Xalq bilmir. Deyil, mən yoxuncaqlarda hər yerdə deyirəm. Hər yerdə açıq deyir ki, genel qubernator İskəndər bəy, 200 açılmalı. İskəndər bəy Ali Sovetdə oturdu dedi ki, bu işlərin hamısını qatan Polyanışkadır. Volskinin cəmiyyətindən də bunun özü ki, pisləyir, bu nə bilim belə pis eləyir. Bu Çexoslovakiyada işləyib, Çexoslovakiyanı qatışdırıb, sonra gedib Əfqanistanda işləyib, Əfqanistanın qan içinə görüb, indi 3-cü təcrübəsini Azərbaycanda keçirir, ən böyük qütləşi bizi qan içinə salır. Parlamentə durdu dedi. Sesiyada, üçüncü. İndi Sonra da terasa çıxan kim deyir ki, ты меня критиковала очень sильно. Evi iki dəfə onun kabinetində olmuşum. Kabinetə girmiş 3-4 nəfərlə görüşdə. Hamı bu da xeyirdir. O, qardaş, necəsən? Hardan gəldin? Azərbaycanca. Fəndi baxır, görür ki, örgənib damısan. KGB-dən örgənib kimin xarişlərinadır. Bilir ki, mən çox elə deyiləm, amma deyiləm çox da öbür deyil. Amma başa düşür ki, məsələn, bəyin deyək ki, atası dinlən çox əvvələr özünü yox satsın. Я знаю, что ты любишь Коран. Bütün Kur'an getirir. Sonradan siyaset. Başlayır Rusça Kur'an'dan ayet demeye. Если ты будешь помогать Богу, и Бог будет помогать тебе, ты будешь счастливым человеком. Sakızlı vardı. Təşlah edir. Bu Bir qayda adam var ki, deyir ki, сколько у тебя детей? Əzbər bilir. Mən derim ki, o əjdafa bax, bilir, yalanla soruşur. Sonra deyir ki, sən 2 nəfər. Hansıdır oğlan qız? Nəbim bir deyir ki, bir oğlan qızı. Это очень приятно, qız первый, хорошо. Getdi bir tanesi qız üçün gəldi. Buna verirsən qızı, bunu da verirsən oğlana, bu da nəbim tutqu olur. Hamısı yox hazırlıq, böyle çatır. Mənə padaka vermək. Bu vəzir, o bayaz mütəlib, o bizimki burada az qalır 2000 adam tutmağa. Bu Rus nə gözəl kişidir. Allah qüvvətəsə. Deyirəm, bu şərq şeydir, örgədiblər bunu. Nəcibullah Dərs keçiblər. Ki şərqdə gedəndə nə edirlər?
Bu 19-cu əsrdə bura gələn qubernatorlar vardı, çağırırdı bizim bəyləri. Deyilən qızıl bilirdi ki, bu xəncər, buna bir xəncər, buna bir kəmər, buna bir dəm, buna bir şey. O da gətirdi, fərqli qubernator mənə. Bu həmin sistemdir, həmin şeydir, işləyir o müxəmmə. Əvvəl müəllim, bayağı bir yaxşı sözü işlətdiniz. O məsələləri, gələcək məsələləri təxminən bir ay yarım qabaqcadan görməyib, bu böyük şeydir də, o yerici nəzarətdən o bayaq sözü işlətdiniz. İndi bax, bir ay demirəm, bizə bir məsəl üçün, bax, mən istədim bir top çıxıyor, təxminən heç olsa diaqnoz almışım. Bu Erməni-Müsəlman məsələlərini bir ay, 2 ay, ya 3 ay qabaqcadan necə görürsünüz? Mən məsələn, bax, onlara gedirəm, hamısı yığılır da, Rusları da Ukraynasında sual verir. Sözsüz mən də geri bir agitasiya aparım da. İndi əlaqəm düzdür, yəni mən də hərdən bir Eldarı göndərirəm, gəlir, hər halda özüm bir cəmiyyət sərdi kimi özüm çıxışımı daha yaxşı olar. İndi mən istərdim ki, bax, bunların demək, o şeydən, Osman müəllimdən mən soruşdum, o prezident müəllimindən neydi o yoldaşın adı. O şimdi istəyirəm elə sizin fikrinizi bilmək. Biz onlarla nə cür söhbət aparaq? Bax, deyək ki, gələcəyi bunu necə görürük? Hansı ermənilər? Buradakı da söhbət fırlanır Qarabağ məsələsi. Bizdə burada iki şeydir. Biz əgər ermənilərlə söhbət ediriksə, ermənilərdə biz müdafiə edirik Faruk Harikyanı. Faruk Harikyan, millətçi kimin? Ermənilərin ən millətçisidir. Millətin ən çox istəyən adam. Amma bunun bircə dənə ağıl işləyir. Bunun ağıl işləyir ki, Qarabağ bunu güclür. Bunun ağıl işləyir ki, bunu ayırır, o da 2-3 dəfə tutulur. Köhnədən ötürü çox güclü dissidentdir. Bunu çıxartdılar, qovladılar Amerikaya, sonra nə bilim təzədən burada bir seçkilə qaytardılar geriyə. Təzədən bugünkü bir 2 ay bundan qabaq bunların özünün Ali Sovetdən qərar verdilər ki, Payruru deputatlıqdan çıxartsınlar, həbs eləsinlər, həbsi bunun toxunulmazlıq hüququnu alsınlar. Toxunulmazlıq hüququnu alanda xalq çıxdı meydana, dəymədilər. Bu çox güclü millətçidir. Amma bu çox ağırlı adamdır, ağır işləyir. Bir-iki dəfə də biz bir-birimizə demək, ondan sifariş göndərmiş, adam gəlib, belə nə danışmışıq, nə telefonla, nə demişik. Bu fikirdə Azərbaycan da kölədir, müstəmləkədir, Ermənistan da müstəmləkədir. Bunun heç bir hesab edə bilməz. Bunun ağası var. Demək, tarixin belədir. Qulla qul arasında müqavilə olmur. Qulla qul müqavilə bağlaya bilməz. Şəriətdə də var. Bizim İslam tarixində da var ki, bəli ilə, uşaq ilə, ağsıza ağlı olmayan, bir də uşaqla, bir də quluna müqavilə bağlasanız şəriət qəbul etmir. Çünki qulun nəyi var sənə versin? Məsələn üçün verdim 500 manat ödək alıb, müqavilə bağlayıram, sonra mənə 1000 manat ödəyəcəksən. Onun qulun nəyi olsa bu ağasüstü bunu sata da bilər, ödəyib qulu. Yəni bağlanılır. Bu ikisi də kölədir. Biz bağladıq yaxşı, bizim Qarabağı verdin bizə və yaxud Zəngəzuru verdin bizə. Rusun kötü olsun da, Moskvada da. Sən mi? Buna görə də Azərbaycan da müstəqil olsun. Ermənistan da müstəqil olsun. Gürcüstan da müstəqil olsun. Mübahisəli torpaqlarını Rusiyanın iştirakçılarını inşallah versin. Husus olan xəstələr nə olur? Bizlərdən bilir. Müstəqil adamla müstəqil adamın müqaviləsində söhbət gedir. Kölə ilə kölənin, kölə ilə ağanın müqaviləsi heç bir hamısı bir tərəflidir. Müqavilə şərti azad insana aiddir. Azad insana. Və yaxud deyək ki, buna nə deyirlər? Burada bilmirəm, onun İslam hüququnda mükəlləf deyirlər. Mükəlləf o adamdır ki, ağlı üstündədir. Demək özü qazanıb, özü yeyə bilir və qazanıb bir şey ödəyə bilər. Demək şuurlu, normal adam. Mükəlləf normal adamdır. Biz üçün deyək ki, 90 yaşında adam artıq mükəlləf deyil, qoca adamdır. Artıq bunun heç bir şey, olubsa ağlı da düz işləməyə bilər, bədən də düz işləyə bilmər, o bir şeydə cahil ola bilməz, onu hara aparsan həbsxanaya. Amma o ki 30 yaşında, 40 yaşında sağlam adam vardır, bunlar mükəlləf duracaqlar, cəza qarşısında falan, başına cavab verir. Amma hələ bu mükəlləfliyi al, yəni bir sərbəstliyi al, sonra sən nə edirsən? Buna görə biz bunun tərəfindəyik. Bu yaxınlarda bir 20 gün bundan qabaq o bir dənə kağız göndərmişdi, Faruk Harikyan, bir də Gürcüstandan Çanturiya. Bir də mənim də adımı yazmışlar ki, üçümüzün imzası ilə Avropada 4 agentliyə müraciət edək. Frans Press deyil, nədir bunlara ki, Zaqafqaziyada, Moskva yerli hakimiyyət orqanlarının əli ilə demokratiyanı boğur. Bizim səsimiz dünyaya çıxmır. Buna görə də xahiş edirik, mümkünsə siziniz ya Zaqafqaziyada bir, ya da hər Respublikanın mərkəzində agentliyizi açasınız və bizə kömək edəsiniz. Demokratik məlumatların dünya çıxarsınız. Bizim uşaqlar məsələn qoydular, biz dedik ki, bu saat bizim Gömən Qoça mənim düz deyil bu. Çünki şeydir.
Orada hakim qüvvələr başqadır, bunlar müxalifət qüvvələrdir, biz də müxalifət qüvvələrdir. Amma mən Qoçə mənim düzdəyim, Xalq Cəbhəsinin sədri. Ona görə idarə heyətinin iclasında bu məsələ onların təşkili bəyənildi. İdarə heyətinin iclasının sədrinin adına iclasın sədri qoyacaqdı. Çünki biz razıyıq bu şeylər açmağa və indi demək sabahda üstündə bizə deyəcəklər ki, bəyannaməni Avropaya verək ya verməyək bir yerdə. Onlardan ümid gözləyirsiniz. Hələ bir qol çəkdirsiniz. Onlardan ümidləriniz var, bir kömək deyərsiniz. Sadəcə olaraq bu deyil. Sadəcə olaraq biz budur ki, bu aktı dünya çıxardırıq ki, Zaqafqaziyada demokratiya boğulur. Onu ki, verəcəklər bütün dünya. Bütün dünya verəcəklər və deyəcəklər ki, demokratik qüvvələrdən kömək istəyirlər. İndi kim əlin nəzər uzadacaqlar? İndi əbifəzlər, bu vaxta qədər nə edirik bunu bütün dünya bilir. Biz öz prinsipialımızda, mən də prinsipial adamam, ona görə də bir iş aparım. Öz prinsipialımızda dayanırıq ki, bax biz Qarabağı ömür boyu, dembolik, Qarabağ ömür boyu biz əldən verən deyilik. O erməni də indi... Özür qoydum. Biz o məsələn Qarabağ söhbət mövzusu deyil. Kim soruşdu Qarabağ deyil? Qarabağ söhbət mövzusu deyil. İndi biz bu davadaşlar neyin üstündə gedir? Mən bunu, çünki bu mənim haqqımdır. Sən başa düşün. Sizin davadaş nə üstünə gedir? Siz mənim evimdə qızıl var. Oğlu gəlib qızıl, sən deyirsən qızılmısın. Bu mənim qızılımdır. Bunun nə söhbət ola bilər? Bu söhbəti münaqişə lazımdır eləməyə. Zəngəzur bəli, Göycə baxalı bəli münaqişə nöqtəsidir. Biz onu qoya bilərik gündəliyə. Qarabağ gündəliyə çıxmayacaq sözdür. Onda belə çıxır ki, o Ukraynalı gəlib mənim bir dağdan bir yarıma keçirəndə... Bu millətin iradəsidir. Sən kimsən? Mən kiməm? Millətin iradəsidir ki, Qarabağ gündəlikdən çıxarılır. Vəssalam. Çıxarılır. Millətin iradəsi budur. Mən bu haqda söz deyə bilməm. O başqa məsələ. Söz əgər deyəm, mən o millətin iradəsi belə. Yox, mən deyə biləməm, siz də deməlisiniz. Siz deməlisiniz ki, Azərbaycan millətinin iradəsi olduğuna görə mən Qarabağ probleminə girişim. Bu məsələni gündəlikdən çıxarılır. İzah da vermir. Qonşu da verir mənə o sualı. İndi mən ona demeyeceğim ki, buna verməklə biz buna baxmazsan. Biz də ona qonşuya biz bu deyirik ki, o bizim malımız, şərikli mal deyil ki, sən bunu versin. Bu bizimkidir, qutarım. Ay sağ ol. Bax, mən elə başlayıram da Xəzəyin kvartirat məsələsi. Bu qutarım, bu söhbət qutarım. Xəzəyin kvartirat məsələsi deyəsən, hər yerdə eli də bidədir. Mən ona elə başlayıram, ona əl çəkmir. Başqa cür başa düşmürəm. Həmin o qonşu, Dina Petrovskiyada, həmin adamı dersəm ki, bir dənə deyir ki, Özbək gəlib deyir ki, Dina Petrovski mənimkidir, siz buna nə cür baxırsınız? O deyir ki, ooo, savaşa düşdü, oli. Ay sağ ol. Öndə də Qarabağ məsələsini dediniz, savaşa düşdü, Qarabağ. Yox, mən onu başqa cür başlayıram. Yəni ki, necə Dina Petrovski Kiyev, Özbək tələb eləyə bilməz, gülməli görsən, ermənin də Qarabağ tələb eləyə çox gülməli bir şey. Deməli, Qamsaxurdiya, mən radioda, Hüsnən radiyonda eşitdim ki, təklif eləyib bunların bircə iclasını ya o görüşümü. Hansı parlament? Yox, Terpetrosyan mütəllif olunan o vasitəsilə olur. Vasitəsilə oynayır Qamsaxurdiya. Mütəllif olunan Terpetrosyanın görüşü. Sizcə nə tərbiyyəsiniz? Onların görüşü, əlbəttə o, hər halda onların əlində imkan daha çoxdur. Sizinlə oturub dördür, biz istəyəm buna görə sizin məsləhətləşmir. Və sizcə nə tərbiyyəsiniz? O, belə bir sərfəli adam varsa, Bəli. Hakan Axı Ermənistanda qəbul eləmirlər. Müxalifətdadır. Yox, Bakı Ermənistandadır, deputatdır. Amma qəbul edir, müxalifdir. Əlində hüququ olmayan müxalif qüvvədir. Yaxşı, onda sual başqa cür olur. Sizcə bunların görüşündən bir nəticə əldə edilmir? Heç bir nəticə çıxmır. Yox, heç bir nəticə çıxmır. İkinci sualımız isə... Çünki nəticənin alınması üçün, nəticə bunların alınması nə Ayaz Mütəllibova xeyir, nə də ona. Demək, Qarabağ bir problem kimi demagogiya mərkəzi, demagogiya problemidir. Moskvada ondan istifadə edir, Ayaz Mütəllibova da istifadə edir, Ermənistan da istifadə edir. Çünki Ermənistanda erməni xalqına verəcək o adamın bir şeyi qalmıyor. Sadəcə olaraq Qarabağın cəmaatın beynini xarab edir. Elə ki, Moskva dedi ki, fikirə verirsiniz, Moskvadan Türkiyəyə gəlib gedəndən sonra, Turgut Özal'ın da təzyiqi ilə Qarbaşov elan elədi ki, Qarabağ Azərbaycançıdır. Bu məsələ qurtarandan üstündən bir həftə geçmiş. Xalq qalxır ki, Terpetrosyana, ki, nə oldu? Qarabağ getdi. Terpetrosyan görür ki, bu xalqın əlindən alınıb, bu xalq iflic ola bilər, xəstə ola bilər. Bir həftədən sonra çıxış edir ki, Qars və Ərdahanı biz davam edəcəyik, Türkiyə ona bizə verməlidir.
xalqın əlindən bağlanıb bu birisi krujkaya verirlər. Bu da olmaz. Yəni bu psixolojik bir oyundur ki, yəni ki, mən Türkiyədən hələ torpaqları alacağım. Çox sağ olsun torpaqları alır, Qarabağ çıxırsa qarşıda. Bu sözlərin oyunudur. Hökuməti istəmirdi, hələ közünü Onlar hökuməti elə alıblar, все. Deyiləsi Ondan belə olsun. Cansız, yağlıdır, gəlcinən sən. Xuliqan, öşdən əbrin dava eləsən, basır hökuməti yemişsən, yerdən 5 manat olub da. Hə, maşınla düz sürərdin, adam vurmuşsan, gəldirsən, belə təkdir edirlər. Bu bir tərəfində Yelçinin Rusiyanın müstəqil etməsi. Üçüncüsü, Rusiyanın tərkibində hansı dövlətlər varsa, bunların hamısı müstəqil olur. Gətirilməlidir, Rusiya olmalıdır konfederal dövlət səviyyəsində bir müddət. Yəni ki, Tatarların, Başqırtların, Fulanların bərabər hüquqlar. Konfederal dövrü yaşayıb, sonra baxmalılar öz gələcək həyatları necə ola bilir. Deməli, hal-hazırda siz Tatarstanı ayrıca bir dövlət kimi respublika təsəvvür edə bilirsiniz? Yox, ayrıca təsəvvür eləyirəm. Müstəqil respublika. Konfederal dövlət nə deməkdir? Konfederal dövlət müstəqil dövlətinlə müstəqil dövlətin birgəliyidir. Yəni bu birdən-birə partlaya bilməz. Əgər Tatarstan birdən-birə tam çıxsa, onda Yeltsinə ağır zərbədir. Rusiyanın demokratikləşməsinin qarşısı alınacaq. Yeltsin ola bilsin ki, doğrudan məğlubiyyətə gedə bilər. O birisi var da faşist, deyir ki, oxuyanlardan oxuyanlara. Jirinovskilər gəlişmiş. Ona görə də bu məsələni addım-addım eləmək lazımdır. Nəinki deyil. Çünki bilir ki, onun varlığı bunun varlığı. Rusiyada demokratiyanın qalib gəlməsi biz istəyir eləmir. Artıq bizim varlığımız, bir hissəmizin varlığıdır. İstər istəməz, Çində çok büyük, artık tədbir edilir. Artık dövlətçi artıq sağda bir. Да и просто встретиться, просто поговорить, общаться друг с другом, это, конечно, тоже очень ценно. И так недавно в Москве Московским горисполкомом было утверждено добровольное общество азербайджанской культуры «Оджак». Сегодня у нас в студии Саиб Серидов, председатель этого общества, он врач-стоматолог. Саиб, скажите, пожалуйста, как было создано это общество и что делается сейчас для того, чтобы азербайджанцы, живущие в Москве, были в курсе событий в республике и имели просто обыкновенное человеческое общение между собой? Ну, наше общество официальное признание получило 3 октября 1989 года. Ну, свою деятельность оно начало, конечно, давно. Примерно где-то, значит, с февраля 1988 года начало, в общем-то, формироваться общество. Появилась идея, появились, в общем-то, активисты, которые, в общем, задумали создать такое общество. Значит, примерно начиная с марта 1988 года, ну, мы начали, конечно, свои мероприятия, как сказать, свои идеи, действия с ответа на карабахские события, с анализа этих событий. И первое, это мы написали, сформировали статью о Нагорном Карабахе. Для московских газет. Да, для московских газет. Отправили во все московские газеты, в республиканские газеты. Ну, естественно, их не опубликовали. Ну, может, время было такое. Да, такое было время. Потом, значит, из культурных мероприятий мы уже в мае 1988 года обратились в Фонд культуры с просьбой переименовать город Кировабад, город Генджа. Потом обратились к академику Лихачеву с просьбой защиты Худаферинского моста, который тогда волновала общественность республики. Вот так вот это была первая такая, первые шаги, первая работа. Скажите, кто сейчас является членом общества «Оджак» и сколько этих людей? Значит, членами общества «Оджак» являются люди различных профессий и возрастов. Есть у нас и рабочие, студенты, журналисты, врачи, педагоги. Примерно, значит, членов общества где-то около 200 человек, наверное, сейчас у нас набралось. У вас есть членские взносы? Да, есть членские взносы. Есть, значит, у нас, вот очень хотим какие-то там добровольные пожертвования, чтобы были, потому что общество нуждается
в этом. Насколько я понял, вы выпускаете свою газету и свой журнал. Я могу показать эти журналы. Вот Саймон принес их сегодня к нам в студию. Это рукописный журнал «Улдус» и газета «Зия». Значит, эти газеты и журналы издаются не в Москве, насколько я понял, а в Гянджи. Но в Москве, наверное, у вас уже есть какие-то возможности для того, чтобы высказывать свое мнение по различным вопросам? Да, в Москве, в общем-то, наша задача проводить свои мероприятия, свои работы через коллективы, там, на производствах, через студентов, в студенческой среде. Вот, допустим, у нас складываются хорошие отношения с заводом «Зила». Там, значит, мы выступили в газете «Московский автозаводец», это орган ЗИЛа. Потом, значит, выступили в газете «Московский университет», орган МГУ. В газете «Бауманец», орган МВТУ имени Баумана. Вот. В принципе, значит, основная наша задача, конечно, непосредственно в коллективах. Все наши члены общества, они ознакомливают своих сослуживцев с информацией о республике, распространяем республиканскую прессу в производствах. Допустим, в заводе «Зила» там почти бакинские рабочие, все актуальные проблемы, касающиеся республики. Потом газета Азербайджана очень популярна там, кстати. Скажите, как складываются ваши взаимоотношения с постоянным представительством Совета министров Азербайджана в Москве при Совмине СССР? Ну, отношения складываются так. Пока мы были неформалами, то есть до 3 октября 1989 года, отношения были нормальные, доброжелательные, они оказывали нам помощь. Вот. Но почему-то, когда уже мы стали формалами, с 3 октября 1989 года, постпредство стало где-то, ну так, с подозрением к нам относиться. Вот. Какие-то наши просьбы, которые где-то они обещали выполнить, там, представление помещения, оказание содействия различного рода, в общем-то, почему-то до сих пор, в общем-то, они в этом плане ничего особенного так и не сделали. Скажите, какие события произошли в жизни вашего общества в последнее время, какие у вас планы на будущее? Ну, в последнее время, конечно, это основное событие, это выход нашей газеты «Зия». Она вышла 13 апреля. План, значит, продолжить издание этой газеты. Потому что после выхода первого номера, конечно, все на радостях, там, с поздравлениями и так далее, но потом получилось так, что газеты издаются в городе Гянджа, и вопрос такой, что вроде все за издание этой газеты, никто не против, но почему-то газета вот так тормозится. Ну, хотя я вот на днях был в Гянже, и вроде вопрос решен, и будет издаваться эта газета. А кроме газеты? Кроме газеты, у нас, значит, в заводе ЗИЛ мы планируем где-то в сентябре или в начале октября провести круглый стол. Вот, это, значит, руководство завода предложило нам провести круглый стол с коллективом завода. По какой теме? Вот. По теме, наверное, национальный вопрос и национальная политика в Москве. В Моссовете создана комиссия по национальным вопросам национальной политики. Вот. Мы встречались с депутатами этой комиссии, с представителями и, в общем-то, планируем сотрудничать. Скажите, часто вы встречаетесь, общаетесь между собой, вот, азербайджанцы, живущие в Москве? Ну, наше общество, оно собирается где-то раза 2 в месяц. Ну, минимум раз в месяц мы собираемся. Но кроме этого, если есть какие-то вопросы, мы созваниваемся, встречаемся, решаем что-то. Вот. Ну, где-то вот так мы собираемся раза 2 в месяц, это да. У вас есть какие-то конкретные мероприятия, которые вы хотели бы провести в ближайшее время в Москве? Да, в ближайшее время в Москве, значит, мероприятие такое, что вот это то, что я назвал встреча, значит, с заводчанами ЗИЛа. Вот. Потом, значит, мы планируем провести в кинотеатре Баку, ну, примерно уже договорились с ними, провести такой, типа, киновечер, что ли, вот, с представлением хроники Азербайджана, хроникальные документальные фильмы, и дня 3 примерно, вот так, вот, и какой-то художественный фильм, вот, который мы подберем, показать москвичам. Ясно. Ну что ж, я желаю вашему обществу успехов и надеюсь, что азербайджанцы, та 21 тысяча азербайджанцев, которые живут в Москве, не будет отделена от своей родины и будет знать, что происходит и в Баку, и в Азербайджане, и будет почаще общаться друг с другом, и не будет терять корней, потому что мы всегда боимся, что не то, что мы вообще, человек, живущий вдалеке от родины, он всегда находится под страхом потерять свои корни, связывающие его с родиной. Я желаю вам успеха. Спасибо.
Xoş gördük, hörmətli tamaşaçılar. Artıq 5 gündür ki, Latviya Respublikasının paytaxtı Riga şəhərində Azərbaycan-Bakı mədəniyyət günləri keçirilir. Mən bu günlər haqqında sizə heç bir məlumat vermək istəmirəm. Çox güman ki, bu veriliş efirə gedənə qədər siz mətbuat səhifələrində, Azərbaycan televiziyasının bir çox verilişlərində bunun haqqında müəyyən dərəcədə məlumat alacaqsınız. Bugün deməli burada görüşməyimizin əsas məqsədi odur ki, bu tədbirlə əlaqədar olaraq SSR-nin bir çox şəhərlərində yaranmış Azərbaycan Mədəniyyət Cəmiyyətinin üzvləri ilə görüşümüzdür. Çox təqdirə layiq bir hadisədir ki, nə yaxşı ki, belə bir tədbir keçirdik, nə yaxşı ki, biz çoxdan bəri ancaq adlarını eşitdiyimiz adamların heç olmasa bir sifətini gördük, onlarla bir üzdə dayanıb söhbət elədik. İndi icazə versəydiniz, mən bu cəmiyyətlərin nümayəndələri ilə sizə tanış edərdim. Demək, Moskvada Ocaq Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Seyidov. Minsk şəhərində yerləşən Qobustan Azərbaycan Mədəniyyət Birliyinin sədri Kərimov Elxan və sədri müavini Eynullayev Fikrət. Perm şəhərində Yol Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədr Musayev Rasim və bugünkü müsahibəmizdə iştirak edən Qarabağ Komitəsinin şöbə müdiri Eldəmir Zeynalov. İbrahimov. İbrahimov. Sahib bəy, birinci elə biləm sizdən başlayır. Biraz cəmiyyət haqqında, bunun yaranmasında nə ehtiyac gəldi, necə yarandı, öz işimizin fəaliyyəti barəsində. Deməli, bizim cəmiyyət yaranıbdır 88-ci ilin fevralında. Artıq 88-ci ilin martından biz başlamışıq öz fəaliyyətimizə. Demək olar ki, qeyri-formal şəkil. Yəni ki, 88-ci ilin 3 oktyabrınacan biz nizamnamə hazırlamışıq, öz işlərimizi planlaşdırmışıq, proqram hazırlamışıq və 3 oktyabrda bizim nizamnamənin Moskva Soveti qeydiyyata aldı. Ancaq ona baxmayaraq biz mart ayından oktyabr ayınacan ilk növbədə çalışmışıq ki, Moskvada yaşayan Azərbaycanlılara öz fikirlərimizi çatdıraq, cəmiyyətimizin məqsədini və ümumiyyətcə birlik şəklində bunlara xəbər verək ki, onların da artıq məlumatı olsun ki, Moskvada elə bir orqan yaranır ki və elə bir fikir var ki, Azərbaycanlıları birləşdirsin, onlarda ümumi fikir yaratsın və onların öz istəklərini, öz məqsəd tutduqları fikirləri həyata keçirməyə imkan verilsin. Mən sizə deyim ki, bizim o vaxtları, məsələn, ilk növbədə SSR Mədəniyyət Fondunun rəhbəri Lixaçova məktubumuz olubdur. O vaxtları, məsələn, bu Gəncə şəhərinin adını qaytarmaq məsələsi müzakirə olunurdu mətbuatda. Biz ona müraciət etdik ki, Gəncənin adını qaytarsın. Sonra o vaxtları Xudafərin körpüsünün məsələsi çox aktual idi və demək olar ki, müraciət elədik yenə də Lixaçova Xudafərin körpüsü haqqında ki, o körpü qalsın, bərpa olunsun və s. Və 3 oktyabrda artıq bizim nizamnaməni Sovet qeydiyyata aldı. Ondan sonra biz idarə heyəti yaratdıq. Artıq necə bir yuridik şəkildə bütün cəmiyyətlərə məxsus olan hüquqlara nail olduq və başladıq artıq yuridik şəkildə hərəkət etməyə. İlk növbədə bizim fikrimiz oydu ki, biz öz mətbuat orqanımızı yaratmalıyıq. Və bütün qüvvələrimizi ona sərf elədik və artıq 10 apreldə ilk dəfə bizim qəzetimiz, Ziya adında qəzetimiz çıxdı. Bizim üçün bu ən böyük nailiyə. Neçə nömrəsi çıxdı? Yalnız 2 nömrəsi çıxdı. Mən sizə deyim ki, çətinliklərimiz var. Bu çətinlik nədəni var? Bəlkə ola bilsin ki, bu məlumat azalırsınız, yoxsa nədən artıq? Bilirsiniz, bizə çətinlik belədir ki, ilk növbədə
həm möhkəm redkollegiya yaratmaq lazımdır. Biz hamımız necə deyirlər, bunu общественных началах işləyirlər. İctimai əsasda. İctimai əsasda işləyirlər, bəli. Ancaq bizə lazımdır ki, necə bir redaksiya kollegiyası kimi belə bir kollegiya yaradaq. Artıq necə bir müstəqil və formal qazet kimi bizim redaksiyamız olsun, redaksiya kollegiyamız. İkinci tərəfdən mətbuat izdательство. Məsələn, maliyyə cəhətdən maliyyə cəhətdən bizə heç kəs kömək etmir. Biz demək olar ki, indi özümüz öz aramızda elə pul yığırıq belə bu şəkildə. İndi bilirsiniz, insanlara demək olmur ki, bizə məsələn kömək edin və artıq Azərbaycanda elə bir vəziyyətdir ki, 15-əcən biz saymışıq fondlar var. Artıq vəziyyət elədir ki, Respublikanın özü biz bilirik ki, nə cür vəziyyətdədir. Və artıq mətbuatda bizim haqqımızda məlumatlar olubdur. Ancaq hələ ki elə bir, məsələn, bizə real kömək biz hiss eləməmişik Respublikada. Aydındır. Hər halda nə elə bilirəm ki, bu verilişdən sonra bizim Respublikamızda olan bir çox müəssisələr və yaxud cəmiyyətlər hər halda bu məsələni işləyir. Bəlkə də müəyyən dərəcədə bu verilişin də köməyi oldu.